Qoç. Bugün Mars'ın idarəçiliyi altında olan qoçlar üçün gökyüzü dinamik, lakin eyni zamanda təmkin tələb edən bir mənzərə yaradır. Günün əsas mövzusu strateji fəaliyyətdir. Səhər saatlarından etibarən ayın vəziyyəti sizin daxili ambisiyalarınızı alovlandırsa da, Merkuri geriləməsinin kölgə effektləri, hətta kölgə dövrü bitmiş olsa belə qalıq enerjilər, ünsiyyətdə bəzi ləngimələrə səbəb ola bilər. Enerjiniz olduqca yüksəkdir, lakin bu enerjini haraya yönəldəcəyinizi seçmək sizin bugünkü uğurunuzun açarıdır. Sizdə hər şeyi indi və dərhal etmək istəyi yarana bilər. Lakin ulduzlar deyir ki, bugün tələsməklə gecikmək arasında incə bir xətt var. Kainat sizə impulsiv addımlar atmaqdansa, mövcud vəziyyəti müşahidə etməyi tövsiyə edir. Bugün həm də keçmişlə hesablaşmaq enerjisi hakimdir. İlin son günlərində olduğumuz üçün şuuraltınız sizi bitməmiş işləri tamamlamağa və 2025-ci ilə təmiz səhifə ilə girməyə sövq edəcək. Daxili aləminizdəki fırtınaları yaradıcı bir işə və ya fiziki fəallığa çevirmək günün gərginliyini pozitivə transformasiya etməyə kömək edəcək. Subay qoçlar üçün, bugün sevgi həyatınızda gözlənilməz bir canlanma yaşana bilər. Əgər ürəyiniz boşdursa, köhnə bir tanışın və ya keçmişdə sizə qarşı hissləri olan birinin yenidən peyda olması ehtimalı yüksəkdir. Veneranın təsiri sizi hər zamankından daha cazibədar və cəlbedici edir. Lakin diqqətli olun, bugün başlayan münasibətlər çox ehtiraslı ola bilər, amma onların uzunömürlü olması üçün emosiyalarınızı məntiqlə süzgəcdən keçirməlisiniz. İlk baxışdan aşiq olmaq qoçun təbiətində olsa da, bugün qarşınızdakı insanın daxili dünyasını kəşf etməyə üstünlük verin. Evli və ya münasibəti olan qoçlar üçün, münasibətlərdə dürüstlük və şəffaflıq ön plana çıxır. Partnyorunuzla gələcək planlar haqqında danışmaq, bəlkə də yeni il gecəsi üçün planları dəqiqləşdirmək üçün ideal vaxtdır. Aranızda kiçik anlaşılmazlıqlar varsa, onları böyütmək əvəzinə yumor hissinizlə vəziyyəti yumşaltmağa çalışın. Unutmayın ki, sizin iddialı xarakteriniz bəzən partnyorunuzda baskı hissi yarada bilər. Bugün ona daha çox dinləyici tərəfinizi göstərin. Kiçik bir jest, səmimi bir etiraf münasibətdəki buzları əridəcək. Sosial sektorunuzda hərəkətlilik var, bugün dostlarınız tərəfindən çox saylı dəvətlər ala bilərsiniz. Qoçlar üçün kollektiv işlərdə liderlik etmək bugün təbii bir hal alacaq. Dostlarınız məsləhət üçün sizə müraciət edə bilərlər. Lakin sosial çevrənizdə bəzi gizli rəqabət elementləri də baş qaldıra bilər. Hər kəsə güvənməzdən əvvəl onların niyyətlərini anlamağa çalışın. Günün ikinci yarısında köhnə dostlarla görüşmək və ya uzun müddətdir danışmadığınız birinə zəng etmək sizə mənəvi rahatlıq gətirəcək. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı məhdudlaşdırmağınız tövsiyə olunur, çünki başqalarının parlaq həyatları ilə özünüzü müqayisə etmək enerjinizi aşağı sala bilər. Bunun əvəzinə canlı ünsiyyətə, səmimi söhbətlərə və ortaq maraqları paylaşdığınız insanlara vaxt ayırın. Sizin enerjiniz bugün ətrafınızdakiları motivasiya etmək gücündədir. İş həyatında bugün strateji düşünməli olduğunuz bir gündür. 28 dekabr olmasına baxmayaraq, ağlınıza gələn yeni ideyalar gələcək ilin təməlini qoya bilər. Əgər işləyirsinizsə, rəhbərliklə münasibətlərdə ehtiyatlı olun, öz fikirlərinizi müdafiə edərkən aqressiv deyil, arqumentləşdirilmiş tərəfinizi göstərin. Yarımçıq qalmış layihələri yekunlaşdırmaq üçün bugün mükəmməl zamandır. İş axtarışında olan qoçlar üçün bugün maraqlı bir vakansiya və ya keçmiş iş yerindən gələn bir təklif gündəmə gələ bilər. Karyeranızda böyümək istəyirsinizsə, öz bacarıqlarınızı necə təqdim etdiyinizə fikir verin. Detallara diqqət yetirmək bugün sizin ən böyük silahınız olacaq. Ofis daxili intriqalardan uzaq durun və diqqətinizi yalnız öz məhsuldarlığınıza yönəldin. Bugün atacağınız kiçik bir peşəkar addım yanvar ayının ortalarında böyük bir uğura çevrilə bilər. Maliyyə məsələlərində qənaət və investisiya balansı önəmlidir. Bayram öncəsi xərclərin artması sizi bir qədər narahat edə bilər. Lakin ulduzlar deyir ki, bugün planlı xərcləmələr etsəniz, büdcənizdə ciddi bir boşluq yaranmayacaq. Emosional alışverişdən uzaq durun, yəni keyfiniz pozulduğu üçün və ya sadəcə adrenalin naminə lazımsız əşyalar almayın. Gözlənilməz bir yerdən, bəlkə də köhnə bir borcun qaytarılması və ya kiçik bir mükafat şəklində pul daxil olması mümkündür. Uzun müddətli investisiya planlarını nəzərdən keçirmək üçün yaxşı gündür, lakin rəsmi sənədlərə imza atarkən mütləq hüquqşünas və ya mütəxəssis rəyi alın. Maddi məsələlərdə ailə üzvləri ilə məsləhətləşmək sizə yeni bir perspektiv qazandıra bilər. Unutmayın ki, varlı olmaq təkcə çox qazanmaq deyil, həm də olanı düzgün idarə etməkdir. Sağlamlıq baxımından bugün baş ağrılarına və gərginliyə qarşı həssas ola bilərsiniz. Qoç bürcü bədəndə baş nahiyəsini idarə etdiyi üçün stres birbaşa bura təsir edir.
Bol su içmək və təmiz havada gəzinti bugün sizin üçün ən yaxşı dərmandır. Psixoloji olaraq özünüzü bir qədər yük altında hiss edə bilərsiniz. Bu ilin sonunun gətirdiyi təbii yorğunluqdur. Meditasiya, yoga və ya sadəcə səssizlikdə keçirilən 20 dəqiqə sizin sinir sisteminizi bərpa edəcək. Yuxu rejiminə xüsusi diqqət yetirin. Gecə gec saatlara qədər ekran qarşısında qalmaq sabahki enerjinizi tükəndirə bilər. Özünüzə qarşı şəfqətli olun. Mən hər şeyə çatmalıyam düşüncəsini bir kənara qoyun. Fiziki olaraq isə ağır idman hərəkətlərindən qaçıb, daha çox dartınma və ya yüngül kardio məşqlərinə üstünlük vermək bədəninizdəki blokadaları açacaq. Günün məsləhəti, söz gümüşdürsə, sükut qızıldır. Bugün hər fikrinizi dərhal ifadə etmək məcburiyyətində deyilsiniz. Bəzən susmaq və müşahidə etmək sizə ən böyük gücü verər. Daxili səsinizi dinləyin, o sizə ən doğru yolu göstərəcək. Motivasiya, sən təbiətən bir döyüşçüsən, qoç. İlin son günlərində yorğun olmağın normaldır, amma unutma ki, sənin içindəki ateş heç vaxt sönmür. Bugün özünə olan inamını yenidən kəşf et. Keçmişdəki uğursuzluqlar sadəcə dərslərdir, gələcəyin isə hələ yazılmamış bir dastandır. Sən öz taleyinin memarısan və 2025-ci ilə bir qəhrəman kimi girməyə hazırsan. Buğa. Bugün buğalar üçün daxili bir sükunət və planlaşdırma enerjisi hakimdir. Göy üzündəki planetar düzülüş sizin 9-cu evinizi, dünya görüşü, uzaq hədəflər tətikləyir. Bu da sizi gündəlik xırda detallardan uzaqlaşıb böyük mənzərəyə baxmağa sövq edir. Enerjiniz çox yüksək olmasa da olduqca keyfiyyətli və fokuslanmışdır. Bugün qarşınıza çıxan maneələri bir buğa inadkarlığı ilə deyil, buğa səbri ilə dəf edəcəksiniz. Atmosferdə bir hazırlıq havası var, siz sanki fırtınadan sonraki sakitlikdə öz bağçasını nizamlayan bir bağban kimisiniz. Kainat sizə bugün radikal dəyişikliklər etməyi deyil, mövcud olanı qoruyub təkmilləşdirməyi məsləhət görür. Ruhunuzda bir növ estetik təmizlik ehtiyacı hiss edə bilərsiniz. Ətrafınızdakı dağınıqlığı toplamaq həm vizual, həm də zehni olaraq sizi rahatladacaq. Günün enerjisi sizi daha çox daxili müşahidəyə və real imkanları dəyərləndirməyə yönəldir. Subay buğalar üçün bugün sevgi mövzusunda daha çox keyfiyyət axtarışında olacaqsınız. Keçici macəralar və ya səthi tanışlıqlar sizə cəlbedici görünməyəcək. Əgər həyatınızda kimsə yoxdursa, intellektual səviyyəsi yüksək olan, sizinlə eyni dəyərləri paylaşan birinə qarşı marağınız oyanar. Bugün sosial platformalarda və ya dost mühitində tanış olduğunuz birinin ciddiliyi sizi cəlb edə bilər. Tələsməyin, buğa üçün eşq yavaş bişən ləzzətli bir xörək kimidir. Evli və ya münasibəti olan buğalar üçün münasibətinizdə təhlükəsizlik və güvən hissi bugün hər şeydən üstündür. Partnyorunuzla evdə vaxt keçirmək, bəlkə də gələcək üçün bir mülk və ya böyük bir alış-veriş haqqında ciddi müzakirələr aparmaq üçün əla zamandır. Aranızda olan emosional bağın praktik tərəflərini, məsələn, bir-birinizə gündəlik həyatda necə kömək etdiyinizi görmək sizi xoşbəxt edəcək. Kiçik anlaşılmazlıqlar olarsa, sərt reaksiya verməkdən qaçın, sadəcə bir toxunuş və ya səmimi bir baxış sözlərdən daha təsirli olacaq. Bugün sosial çevrənizdə bir süzgəc prosesi gedə bilər. Kimin həqiqi dost olduğunu, kimin isə sadəcə maraq üçün yanınızda olduğunu daha aydın görəcəksiniz. Çox səs-küylü və izdihamlı mühitlərdə olmaq əvəzinə ən yaxın bir-iki dostunuzla sakit bir məkanda dərin söhbətlər etməyə ehtiyac duyacaqsınız. Dostlarınızın problemlərinə praktik həllər tapmaqda ustad olduğunuz üçün bugün bir neçə nəfər sizdən kömək istəyə bilər. Lakin öz sərhədlərinizi qorumağı unutmayın. Kiməsə yox demək sizi pis insan etmir, sadəcə öz enerjinizi qoruduğunuzu göstərir. Axşam saatlarında köhnə bir dostdan gələn xəbər sizi keçmişin xoş xatirələrinə aparacaq və daxili dünyanızda bir tarazlıq yaradacaq. Karyera pillələrində bugün strateji sakitlik dövrüdür. Gərgin iş qrafikinin ortasında olsanız belə, siz hər şeyi sistemli şəkildə idarə etməyi bacaracaqsınız. İş yoldaşlarınız arasında çıxan münaqişələrdə bitərəf qalmağınız sizin nüfuzunuzu artıracaq. Bugün rəhbərliyin diqqətini çəkən cəhətiniz sizin emosional dözümlülüyünüz və etibarlılığınız olacaqdır. Yeni bir layihəyə başlamaqdansa əlinizdəki işin detallarını mükəmməlləşdirməyə fokuslanın. Əgər öz işinizin sahibisinizsə, inventar yoxlaması aparmaq və ya 2025-ci ilin ilk rübü üçün büdcə planlaması etmək üçün ideal gündür. Yaradıcılıq tələb edən işlərdə məhsuldarlığınız artacaq, xüsusilə dizayn, memarlıq və ya maliyyə analizi ilə məşğul olan buğalar üçün ilham verici bir gündür. Maliyyə mövzusunda buğalar bugün özlərini hər zamankından daha ehtiyatlı hiss edə bilərlər. Saturnun təsiri sizi xərcləmələrə daha məsuliyyətli yanaşmağa çağırır.
Bayram xərclərini artıq tənzimləmisinizsə, bugün əlavə gəlir mənbələri haqqında düşünmək üçün fürsətlər yarana bilər. Ola bilsin ki, köhnə bir hobbinizi gəlirə çevirmək üçün planlar qurasınız, daşınmaz əmlak və ya torpaqla bağlı məsələlərdə kiçik, lakin müsbət irəliləyişlər gözlənilir. Əgər borc vermək və ya almaq niyyətiniz varsa, bugün bir qədər gözləmək daha xeyirlidir. Pulun sizin üçün sadəcə bir vasitə deyil, həm də azadlıq olduğunu unutmayın. Özünüzə kiçik, lakin keyfiyyətli bir hədiyyə almaq, məsələn, dadlı bir şam yeməyi və ya bəyəndiyiniz bir ətir, sizi motivasiya edəcək. Fiziki sağlamlığınız bugün boğaz və boyun nahiyəsinə qarşı həssaslıq göstərə bilər. Soyuq içkilərdən qaçın və boğazınızı qoruyun. Psixoloji tərəfdən isə özünüzü köklənməyə ehtiyac duyan bir halda tapa bilərsiniz. Torpaqla təmasda olmaq, məsələn, otaq bitkilərinə qulluq etmək və ya parkda qısa bir yürüyüş etmək sizə inanılmaz dərəcədə yaxşı təsir edəcək. Daxili narahatlıq hiss etsəniz, bunun səbəbi qeyri-müəyyənlikdən qorxmağınız ola bilər. Lakin unutmayın ki, hər şeyi kontrol edə bilməzsiniz. Səhər saatlarında nəfəs məşqləri etmək ağciyərlərinizi və zehninizi oksigenlə təmin edərək gün boyu dözümlü olmağınıza kömək edəcək. Axşam saatlarında isə isti bir vanna və ya bitki çayı ilə özünüzü şımartmaq sinir sisteminizi sakitləşdirəcək. Günün məsləhəti, təbiət tələsmir, amma hər şey öz vaxtında tamamlanır. Bugün özünüzü başqaları ilə müqayisə etməkdən və sürətli nəticələr gözləməkdən vaz keçin. Sizin gücünüz sabitliyinizdə və sarsılmaz iradənizdədir. Motivasiya, sən həyatın ən gözəl rənglərini və ləzzətlərini duymağı bacaran xüsusi bir ruhsan. 28 dekabr sənə xatırladır ki, sən hər bir çətinliyi böyük bir sükunətlə fürsətə çevirə bilərsən. Öz dəyərini bil. Sən bir qaya kimi möhkəmsən və ətrafındakılar sənə güvənir. İlin son günlərində özünə ən böyük hədiyyəni ver, özünə inan və atdığın hər addımın gələcəkdə böyük bir bağçaya çevriləcəyinə əmin ol. Əkizlər. Bugün əkizlər bürcü üçün göy üzü rəngarəng bir mozaika kimidir. Havanın dəyişkənliyi kimi sizin əhvalınız da səhər saatlarında bir qədər qeyri-sabit ola bilər, lakin gün irəlilədikcə zehni aydınlığınız artacaq. Günün enerjisi sizi eyni anda bir neçə istiqamətdə düşünməyə və hərəkət etməyə təşviq edir. Lakin ulduzlar xəbərdarlıq edir, enerjini çox dağıtmaq, heç bir yerə çatmamaq riski yaradır. Siz bugün informasiya maqnitinə çevrilirsiniz. Ətrafınızda baş verən ən kiçik hadisə belə beyninizdə yeni bir ideya qığılcımı çaxdıra bilər. 28 dekabrın gətirdiyi xüsusi bir təsir isə sizin ikinci mənbinizlə diyaloqa girmənizdir. Uzun müddətdir təxirə saldığınız qərarlar bugün daha aydın görünməyə başlayacaq. Kainat sizə deyir ki, bugün hər şeyi məntiqlə izah etməyə çalışmaqdansa, hadisələrin axınına uyğunlaşın. Sizin ən böyük gücünüz dəyişən şəraitdə saniyələr içində manevr edə bilmək bacarığınızdır. Subay əkizlər üçün, bugün flirt və maraqlı tanışlıqlar üçün olduqca məhsuldar bir gündür. Sizin hazır cavablığınız və yumor hissiniz qarşı tərəfi asanlıqla ofsunlaya bilər. Əgər sosial şəbəkələrdə aktivsinizsə, gözlənilməz bir mesaj və ya köhnə bir bəyənmə ciddi bir söhbətin başlanğıcı ola bilər. Lakin diqqətli olun, o bugün hisslərinizdən çox zəkanızla hərəkət etdiyiniz üçün qarşı tərəfi bir qədər soyuq və ya hissiz təsir bağışlaya bilərsiniz. Kimisə tanımaq üçün sual verməkdən qorxmayın, amma cavabları dərindən dinləyin. Evli və ya münasibəti olan əkizlər üçün münasibətinizdə yenilənmə havası duyulur. Əgər son vaxtlar münasibətiniz rutinləşibsə, bugün partnyorunuzu intellektual bir oyun və ya maraqlı bir mövzu ətrafında müzakirə ilə şaşırtmaq olar. Bir yerdə qısa bir səyahət planlamaq və ya yeni il axşamı üçün qeyri-adi bir ssenari hazırlamaq aranızdakı bağı gücləndirəcək. Sözlərin gücünə inanın, səmimi bir məktub və ya gözlənilməz bir etiraf tərəfdaşınızın sizə olan etibarını və sevgisini 2 qat artıracaq. Unutmayın ki, sizin üçün sevgi həm də düşüncə ortaqlığıdır. Siz bugün sosial həyatın mərkəzindəsiniz. Əkizlər üçün ünsiyyət hava və su kimidir və bugün siz sanki susuzluğunuzu doyunca yatıracaqsınız. Köhnə məktəb dostları, qonşular və ya uzaq qohumlarla ünsiyyət gündəmə gələ bilər. Maraqlıdır ki, bugün heç tanımadığınız insanlarla belə sanki illərdir tanışmış kimi dil tapa biləcəksiniz. Lakin bir nüansa diqqət yetirin, şayələrdən və başqaları haqqında məlumat ötürməkdən uzaq durun. Merkurinin kiçik oyunları sizin masum bir sözünüzü böyük bir anlaşılmazlığa çevirə bilər. Dostlarınızın içində sizin enerjinizi tükəndirən emosional vampirlər varsa, onlarla məsafə saxlamaq üçün ən doğru zamandır. Bugün daxil olduğunuz hər bir mühitdə pozitivlik yaymağa çalışın, çünki sizin neşəniz başqaları üçün əsl motivasiya mənbəyidir. İş yerində bugün hər kəs sizin sürətinizə heyran qalacaq.
Eyni anda bir neçə tapşırığı yerinə yetirmək, multitasking bugün sizin təbii rejiminizdir. Yazışmalar, zənglər və hesabatlar arasında keçid etmək sizə çətinlik yaratmayacaq. Əksinə, statik bir iş mühiti sizi yora bilər. Yaradıcı sahələrdə, media, para və ya texnologiya sektorunda çalışan əkizlər üçün bugün parlaq bir ideya günü ola bilər. Karyeranızla bağlı yeni bir təlim və ya kurs haqqında məlumat əldə edə bilərsiniz. Özünüzü inkişaf etdirmək üçün bu cür fürsətləri qaçırmayın. Kiçik bir xəbərdarlıq, emailləri göndərməzdən əvvəl 2 dəfə yoxlayın və detalları gözdən qaçırmayın. Bəzən sürət xətalara yol aça bilər. Əgər iş axtarırsınızsa, bugün göndərdiyiniz müraciətlər gələn həftənin əvvəlində müsbət nəticə verə bilər. Sizin natiqlik qabiliyyətiniz istənilən danışıqlarda qələbə çalmağınıza kömək edəcək. Maliyyə məsələlərinə yanaşmanız bugün bir qədər həvəskar ola bilər. Bir tərəfdən gələcək üçün pul yığmaq istəyirsiniz, digər tərəfdən isə maraqlı bir texnoloji gadget və ya kitab kolleksiyası üçün büdcənizi dağıtmağa hazırsınız. Göy üzü sizə maliyyə idarəçiliyində məntiq və maraq balansını qorumağı tövsiyə edir. Kiçik məbləğlərdə gözlənilməz gəlirlər və ya hədiyyə kartları əldə etməyiniz mümkündür. Lakin riskli investisiyalardan və tez varlanmaq vədlərindən uzaq durun. Sizin üçün pul bugün daha çox yeni təcrübələr və biliklər qazanmaq üçün bir vasitədir. Alış-veriş edərkən qiymət müqayisəsi aparmaq sizin təbii bacarığınızdır. Bu xüsusiyyətinizi işə salın və endirimlərdən maksimum yararlanın. Unutmayın ki, intellektual sərmayə heç vaxt dəyərini itirmir. Əkizlər üçün ən həssas nöqtə bugün sinir sistemidir. Beyninizin dayanmadan işləməsi zehni yorğunluğa səbəb ola bilər. Zehni səs-küyü azaltmaq üçün musiqi dinləmək və ya yazı yazmaq, gündəlik tutmaq sizə çox yaxşı təsir edəcək. Ağciyərlərinizi və tənəffüs sisteminizi qorumalısınız. Dumanlı və soyuq havada uzun müddət qalmaq məsləhət deyil. Yuxu rejiminə gəldikdə yatmazdan ən azı 1 saat əvvəl bütün rəqəmsal cihazları kənara qoyun. Mavi işıq sizin onsuz da aktiv olan sinirlərinizi daha da qıcıqlandıra bilər. Psixoloji olaraq başladığım işləri bitirə bilmirəm narahatlığına qapılmayın. İlin sonudur və özünüzə qarşı daha mülayim olmalısınız. Əllərinizlə nə isə yaratmaq, rəsm çəkmək və ya yemək bişirmək, zehni enerjinizi fiziki formaya keçirərək sizi sakitləşdirəcək. Günün məsləhəti, hər bir məlumat bir toxumdur, amma hansını sulayacağın sənin seçimidir. Bugün qarşına çıxan hər fikrə eyni dərəcədə vaxt ayırma. Seçici ol və enerjini səni həqiqətən böyüdən şeylərə yönəlt. Motivasiya, sən kainatın ən maraqlı və çoxşaxəli zəkalarından birisən. Heç kim dünyanı sənin kimi eyni anda 1001 rəngdə görə bilməz. 28 dekabr sənə xatırladır ki, dəyişiklik sənin dostundur, qorxun deyil. Özünə güvən, çünki sənin hər hansı bir çətin vəziyyətdən çıxmaq üçün həmişə bir plan B-in var. Sənin zəkan sənin ən böyük xəzinəndir. Bugün dünyanı heyrətləndirməyə davam et. Xərçəng. Bugün xərçənglər üçün kosmik hava bir qədər dumanlı olsa da olduqca mənalıdır. İlin sonuna yaxınlaşdıqca ayın yerləşdiyi mövqe sizi xatirələrə və keçmişə doğru çəkə bilər. Bugün enerjiniz xaricə deyil, daxilə yönəlib. Siz ətrafınızdakı insanların hiss etdiklərini bir süngər kimi özünüzə çəkirsiniz. Bu, sizə empatiya qurmaqda kömək etsə də, başqalarının negativini öz üzərinizə götürməmək üçün psixoloji sərhədlər qoymağınız vacibdir. Günün enerjisi sizi yuva qurmaq instinkti ilə hərəkət etməyə sövq edir. Bu, təkcə fiziki eviniz deyil, həm də ruhunuzun rahat tapdığı bir mühit ola bilər. 28 dekabrda intuisiyanız hər zamankından daha iti olacaq, sanki hadisələrin pərdə arxasını öncədən hiss edəcəksiniz. Kainat sizə bugün məntiqlə izah olunmayan hisslərinizə güvənməyi tövsiyə edir. Əgər ürəyiniz bir işi görməməyi deyirsə, onu dinləyin. Bugün durmaq və hiss etmək günü olduğu üçün özünüzü tələsdirməyin. Subay xərçənglər üçün sevgi həyatınızda nostalji hisslər baş qaldıra bilər. Köhnə sevgilidən gələn bir xəbər və ya onu xatırladan bir mahnı sizi bir anlıq kədərləndirə bilər. Lakin ulduzlar deyir ki, bu sadəcə keçmişin vidalaşmasıdır. Əgər yeni bir münasibət axtarışındasınızsa, bugün qarşınıza çıxan insan sizin həyatınıza şəfaverici kimi daxil ola bilər. Sizə yalnız ehtiras yox, həm də səmimiyyət və ailə istiliyi vəd edən insanlara şans verin. Bugün daxili səsiniz sizə kimin həqiqi olduğunu pıçıldayacaq. Evli və ya münasibəti olan xərçənglər üçün münasibətinizdə romantika yox, səmimiyyət və qayğı ön plana keçir. Partnyorunuzun sizə bir stəkan çay gətirməsi və ya sadəcə sənin üçün nə edə bilərəm deməsi sizin üçün minlərlə gül dəstəsindən daha dəyərli olacaq.
Ev daxilində bəzi kiçik narahatlıqlar varsa, onları emosional təzyiqlə deyil, şəfqətlə həll edin. Birlikdə keçmiş şəkillərə baxmaq və ya gələcək ev planları qurmaq aranızdakı bağı inanılmaz dərəcədə istiləşdirəcək. Sevdiyiniz insanın yanında özünüzü tam mənada evdə hiss etmək bugünün ən böyük hədiyyəsidir. Siz bugün sosial mühitin sakit limanı rolu oynayırsınız. Dostlarınızın dərdi və ya sıxıntısı varsa, ilk qaçacaqları insan siz olacaqsınız. Çünki sizin dinləmək və ruhu sakitləşdirmək bacarığınız bugün zirvədədir. Lakin çox izdihamlı və səsli küylü məclislər sizi yora bilər. Bunun əvəzinə evinizdə ən yaxın dostlarınıza süfrə açmaq və ya sakit bir kafedə səmimi söhbət etmək sizə daha çox zövq verəcək. Sosial çevrənizdə bəzi insanların maskalarının düşdüyünü görə bilərsiniz. Kiminsə haqqınızda dediyi bir söz qulağınıza çata bilər. Belə vəziyyətdə aqressiv reaksiya vermək əvəzinə həmin insanla olan enerjinizi sadəcə kəsmək və yolunuza davam etmək sizin nəcibliyinizdən xəbər verəcək. Bugün köhnə dostlarla əlaqələri bərpa etmək və ya bir dostunuza kiçik bir bayram hədiyyəsi göndərmək aranızdakı səmimiyyəti daha da möhkəmləndirəcək. İş həyatında bugün intuisiyanıza güvənməli olduğunuz bir dövrdür. Əgər bir müqavilə və ya layihə sizi narahat edirsə, detalları yenidən nəzərdən keçirin. Xərçənglər üçün komanda daxilində harmoniya yaratmaq bugün ən vacib peşəkar tapşırıq olacaq. Siz sanki ofisin anası və ya atası rolunu öz üzərinizə götürərək hamını bir araya gətirməyə çalışacaqsınız. Yaradıcılıq, psixologiya, qida sektoru və ya müştəri xidmətlərində çalışan xərçənglər üçün çox uğurlu bir gündür. Sizin insan faktorunu ön plana qoymağınız sizə xallar qazandıracaq. İş yerində rəqabətdən uzaq durun, sizin səssiz gücünüz hər cür səs-küylü iddiadan daha effektivdir. Əgər gələcək il üçün karyera hədəfləriniz varsa, onları kağıza yazın. Bugün edilən niyyətlərin reallaşma ehtimalı olduqca yüksəkdir. İşdəki kiçik uğursuzluqları şəxsi qəbul etməməyə çalışın. Maliyyə məsələlərində xərçənglərin qoruma instinkti işə düşür. Bugün gələcək təhlükəsizliyiniz üçün pul ayırmaq və ya bank hesablarınızı yoxlamaq istəyə bilərsiniz. Bayram alış-verişində sərhədi aşmamağa çalışın. Bəzən sevdiklərinizə bahalı hədiyyələr almaq istəyiniz büdcənizi çətinə sala bilər. Unutmayın ki, sizin hazırladığınız əl işi bir hədiyyə və ya səmimi bir qeyd daha böyük təsir bağışlaya bilər. Mülkiyyət, ev təmiri və ya ailə büdcəsi ilə bağlı məsələlər gündəmi zəbt edə bilər. Əgər ailənizdən birinin maddi köməyə ehtiyacı varsa, balanslı şəkildə dəstək olmağınız mümkündür. Lakin özünüzü çətinə salacaq qədər fədakarlıq etməyin. Bugün maliyyə sahəsində riskli addımlardan, xüsusən də bilmədiyiniz investisiya alətlərindən uzaq durun. Stabil gəlirlərinizə fokuslanmaq və qənaət rejiminə keçmək sizə psixoloji rahatlıq verəcək. Sağlamlıq cəhətdən bugün həzm sistemi və mədə nahiyəsi sizin zəif nöqtənizdir. Stres birbaşa mədənizə vura bilər, ona görə də qidalanmanıza xüsusi diqqət yetirməlisiniz. Evdə hazırlanmış, yüngül və isti yeməklər sizə şəfa olacaq. Psixoloji olaraq özünüzü kövrür, bu sizin qəlbinizin təmizliyindən xəbər verir. Su ilə təmas bugün sizin üçün ən yaxşı terapiyadır. İsti bir vanna qəbul etmək, dəniz kənarında gəzmək və ya sadəcə axan suyun səsini dinləmək yığılmış negativ enerjini yuyub aparacaq. Duyğularınızı içinizə atmayın, güvəndiyiniz birinə danışmaq və ya kağıza köçürmək daxili yükünüzü azaldacaq. Özünüzə qarşı daha qayğıkeş olun. Sanki özünüzün öz övladınızmış kimi davranın və bugün özünüzə biraz ərköyünlük etməyə icazə verin. Günün məsləhəti, hər kəsi qurtara bilməzsən, amma özünü qoruya bilərsən. Bugün hər kəsin yükünü çiyinlərinə götürməkdən əl çək. Sənin enerjin tükənməz deyil, ilk öncə öz fənərini yandır ki, başqalarına işıq sala biləsən. Motivasiya, sən kainatın ən dərin hisslərinə sahib olan, şəfaverici bir ruhsan. 28 dekabr sənə xatırladır ki, sənin zərifliyin əslində sənin ən böyük gücündür. Qəlbinin qapılarını yalnız sənə dəyər verənlərə aç. Sən öz dünyanda bir inci kimi qiymətlisən. İlin bu son günlərində keçmişin bütün kədərini axan suya tapşır və yeni ilə təmiz, ümid dolu bir ürəklə hazırlaş. Sən sevilməyə və qorunmağa layiqsən. Şir. Bugün şir bürcləri üçün səhnəyə çıxmaq vaxtıdır. Göy üzü sizin daxili işığınızı daha da parlaq edir, lakin bu parıltını hara yönəldəcəyiniz vacibdir. Enerjiniz olduqca xarizmatik və dominantdır. Ətrafınızdakı insanlar sanki maqnit kimi sizə doğru çəkiləcək, rəyinizi öyrənmək və ya sadəcə sizin auranızda olmaq istəyəcəklər.
Lakin Günəşin digər planetlərlə olan bugünkü aspektləri sizə ego və özünə inam arasındakı o incə cizgini qorumağı xatırladır. Günün enerjisi sizi böyük layihələr, geniş miqyaslı planlar və vizual olaraq gözəl görünən hər şeyə sövq edir. 28 dekabrda daxili bir coşqu hiss edə bilərsiniz, sanki ilin son günləri sizə yeni bir nəfəs gətirir. Kainat sizə bugün gizlənməyi deyil, görünməyi tövsiyə edir. Həyat eşqiniz yüksəkdir və bu, həm sizin, həm də ətrafınızdakiların əhvalını qaldıracaq. Maneələr çıxsa belə, onları bir kral və ya kraliçə vüqarı ilə əsəbləşmədən həll etmək gücündəsiniz. Subay şirlər üçün, sizin üçün sevgi bir macəradır və bugün bu macəranın ən həyəcanlı səhifələrindən biri açıla bilər. Girdiyiniz hər mühitdə diqqət mərkəzində olacaqsınız. Əgər bəyəndiyiniz biri varsa, ona ilk addımı atmaq və ya hisslərinizi kreativ bir yolla bildirmək üçün əla gündür. Sizin üçün bugün sevgidə ehtiras və oyun ön plandadır. Cəlbediciliyiniz o qədər yüksəkdir ki, köhnə tanışlar belə sizə yeni bir gözlə baxa bilərlər. Sadəcə qarşı tərəfə də parlaması üçün yer saxladığınızdan əmin olun. Evli və ya münasibəti olan şirlər üçün münasibətinizdə ehtirasın alovlandığı bir gündür. Partnyorunuzla birgə əylənmək, bəlkə də hər hansı bir mədəni tədbirə getmək və ya evdə bayram havası yaratmaq münasibətinizi canlandıracaq. Sizin tərəfdaşınızdan gözləntiniz bugün daha çox təqdir və heyranlıqdır. Ona özünüzü necə dəyərli hiss etdiyini göstərsəniz, qarşılığını qat-qat artıq alacaqsınız. Kiçik nazik əmzələr münasibətə şirinlik qatacaq, lakin diqqət mərkəzində olmaq istəyiniz partnyorunuzu kölgədə qoymamalıdır. Birgə qəbul edilən qərarlar birliyinizi daha da sarsılmaz edəcək. Siz bugün sosial dairənizin günəşisiniz. Dostlarınız sizin təşkilatçılıq bacarığınıza və enerjinizə güvənirlər. 28 dekabrda bir çox sosial dəvətlər ala bilərsiniz və ya özünüz böyük bir görüşün təşəbbüskarı ola bilərsiniz. Sizin səxavətiniz və əliaçıqlığınız bugün ətrafınızdakiları heyran qoyacaq. Lakin diqqətli olun, bəzən hamıya kömək etmək istəyiniz sizi fiziki olaraq tükəndirə bilər, dostluq münasibətlərində səmimiyyət testindən keçə bilərsiniz. Kiminsə sizin uğurlarınıza olan reaksiyası onun həqiqi simasını üzə çıxaracaq. Sizə heyran olanlarla yanaşı, için rəqabət aparanları da sezəcəksiniz. Sizin vüqarınız buna göz yummağı və səviyyənizi qorumağı tələb edir. Axşam saatlarında daha kiçik, seçilmiş bir qrupla vaxt keçirmək sizə daxili tarazlığınızı bərpa etməyə kömək edəcək. İş həyatında bugün liderlik bacarıqlarınızı nümayiş etdirmək üçün ideal fürsətlər yaranacaq. Hətta tətil ərəfəsi olsa belə, beyninizdə yeni biznes ideyaları və ya mövcud işinizi necə daha görkəmli edə biləcəyiniz barədə planlar fırlanır. İdarəçilik mövqeyində olan şirlər üçün işçiləri motivasiya etmək və yeni il hədəflərini müəyyənləşdirmək üçün uğurlu zamandır. Yaradıcı sahələrdə incəsənət, moda və ya idman sahəsində çalışan şirlər üçün bugün parlaq bir performans günü ola bilər. Sizin unikallığınız işinizdə özünü büruzə verəcək. Əgər işinizdə bəzi bürokratik maneələr varsa, onları rəsmiyyətlə deyil, şəxsi xarizmanız və inandırıcılıq qabiliyyətinizlə həll edə bilərsiniz. İş axtaranlar üçün nüfuzlu bir şəxsdən gələn tövsiyə və ya dəstək qapıları aça bilər. Unutmayın ki, siz nəticəni deyil, keyfiyyəti hədəfləyəndə uğur özü sizi tapır. Maliyyə məsələlərində bugün kralyana xərcləməyə meyilli ola bilərsiniz. Sizin üçün pul təkcə ehtiyac deyil, həm də status və həzz vasitəsidir. Bayram öncəsi alış-verişlərdə bahalı və brend əşyalara marağınız artıb. Lakin ulduzlar büdcənizi isti ürəklə, amma soyuq başla idarə etməyi məsləhət görür. Gələcək investisiyalar üçün bir qədər ehtiyat saxlamaq uzun müddətli sabitliyiniz üçün vacibdir. Şans oyunlarında və ya riskli maliyyə əməliyyatlarında bugün kiçik uğurlar ola bilər, lakin böyük risklərə girmək məsləhət deyil. Gözlənilməz bir yerdən, bəlkə də köhnə bir layihənin bəhrəsi kimi, pul daxil olması mümkündür. Maliyyə azadlığınıza gedən yolda bugün atacağınız qənaət addımı yanvar ayında sizin daha rahat nəfəs almağınıza şərait yaradacaq. Özünüzə və sevdiklərinizə hədiyyə alarkən qiymətdən çox, onun mənəvi dəyərinə diqqət yetirin. Sağlamlıq baxımından bugün ürək-damar sistemi və onurğa nahiyənizə diqqət yetirməlisiniz. Çox yüklənmək, bel ağrılarına solmaq, tışaltmaq üçün rəqs etmək və ya aktiv idmanla məşğul olmaq sizə çox yaxşı təsir edəcək. Psixoloji olaraq isə özünüzü bir qədər təzyiq altında hiss edə bilərsiniz. Bu, hər şeyin mükəmməl olmasını istəməyinizdən qaynaqlanır. Güzgü qarşısında vaxt keçirmək, özünüzə qulluq etmək, spa baxım prosedurları sizin əhvalınızı dərhal qaldıracaq. Siz xarici görünüşünüzlə daxili vəziyyətiniz arasında birbaşa əlaqə olan bir bürcünüz. Özünüzü yaxşı görəndə özünüzü yaxşı hiss edirsiniz.
Stresdən uzaq durmaq üçün gün ərzində bir neçə dəfə dərin nəfəs alıb, hər şey nəzarətim altındadır deməyiniz kifayətdir. Ruhunuzu qidalandırmaq üçün bir qədər günəş işığı və ya işıqlı mühit və pozitiv musiqi bugünün müalicəsidir. Günün məsləhəti, həqiqi lider tabeliyindəkiləri idarə edən deyil, onlara ilham verəndir. Bugün ətrafınızdakilara əmr vermək əvəzinə onlara nümunə olun. Sizin səmimiyyətiniz istənilən qürurdan daha təsirlidir. Motivasiya, sən həyatın aslanısan. Ürəyindəki cəsarət və ruhundakı atəş səni məğlub edilməz edir. 28 dekabr sənə xatırladır ki, dünya sənin səhnəndir və sən bu səhnənin ən parlaq ulduzusan. Uğursuzluqlar sadəcə sənin tacını düzəltmək üçün bir fasilədir. Öz dəyərini heç vaxt şübhə altına alma. Başını dik tut, kükrəməyinə ehtiyac yoxdur. Sənin varlığın onsuz da hər şeyi deyir. Bugün dünyanı öz sevgin və enerjinlə fəth et. Qız. Bugün qız bürcləri üçün kainat sanki böyük bir laboratoriya rolunu oynayır. Enerjiniz olduqca konstruktiv, soyuqqanlı və hədəfə yönümlüdür. Siz bugün xaotik vəziyyətlərdən sistem yaratmaq bacarığınızla fərqlənəcəksiniz. Ətrafınızdakı insanlar bayram təlaşı ilə başlarını itirərkən, siz hər şeyi saniyə və saniyə planlayan və icra edən o gizli qəhrəman olacaqsınız. Günün enerjisi sizi fərdi inkişaf sahəsində bəzi kəşflər etməyə sövq edir. 28 dekabrda baş verən kosmik təsirlər sizin ayırt etmə qabiliyyətinizi itiləşdirir, nəyin vacib, nəyin isə vaxt itkisi olduğunu dərhal anlayacaqsınız. Kainat sizə bugün faydalı olmaq instinktinizə güvənməyi, lakin bunu edərkən öz enerjinizi son damlasına qədər xərcləməməyi tövsiyə edir. Bugün bəzi köhnə vərdişlərinizi yeni, daha effektiv metodlarla əvəz etmək üçün əla fürsətdir. Sizin daxili dünyanızda yaranan bu nizam hissi gün boyu sizə sarsılmaz bir əminlik verəcək. Subay qızlar üçün bugün sevgi mövzusunda gözləntiləriniz hər zamankından daha realdır. Xəyallar arxasınca qaçmaq əvəzinə həyat tərzinizə uyğun, sizi inkişaf etdirəcək birini axtaracaqsınız. Ola bilsin ki, intellektual bir mühitdə, kitabxanada və ya onlayn bir kursda maraqlı biri ilə tanış olasınız. Sizin üçün bugün ağıl ən böyük afrodiziakdır. Qarşınızdakı insanın nitqi və məntiqi sizə onun xarici görünüşündən daha çox təsir edəcək. Yeni bir tanışlıq varsa, hisslərinizi analiz etmək üçün özünüzə vaxt verin. Tələsik qərarlar sizin təbiətinizə uyğun deyil. Evli və ya münasibəti olan qızlar üçün münasibətinizdə praktik sevgi günü yaşanacaq. Siz hisslərinizi şeirlərlə deyil, partnyorunuzun həyatını asanlaşdıracaq işlərlə ifadə edəcəksiniz. Birgə gələcək planları qurmaq, evin nizamını dəyişmək və ya bayram menyusunu detallı şəkildə hazırlamaq aranızdakı harmoniyanı artıracaq. Kiçik bir xəbərdarlıq, tənqidi yanaşmanızı bugün bir qədər yumşaltmağa çalışın. Partnyorunuzun etdiyi kiçik bir səhvə fokuslanmaq əvəzinə onun göstərdiyi səyə dəyər verin. Səmimi bir çox sağ ol ki, varsan kəlməsi bütün mükəmməl planlardan daha çox yaxınlıq yaradacaq. Siz bugün dostlarınız üçün faydalı məsləhət mərkəzi rolundasınız. Kiminsə problemi varsa, onu ən xırda detalına qədər analiz edib, çıxış yolu göstərəcək yeganə insan sizsiniz. Lakin sosial dairənizdə bəzi insanların sizi sadəcə işi düşəndə xatırlaması hissi bugün sizi bir qədər düşündürə bilər. 28 dekabrda ətrafınızdakı insanlara ayırdığınız vaxtın keyfiyyətini yoxlamaq üçün yaxşı gündür. İzdihamlı və mənasız söhbətlərin getdiyi yerlərdən qaçıb, sizə yeni bir şey öyrədən və ya mənəvi rahatlıq verən insanlara yönələcəksiniz. Köhnə bir dostunuzun sizə maraqlı bir təkliflə gəlməsi və ya ortaq bir layihə haqqında danışması mümkündür. Sosial münasibətlərdə dürüstlük bugün sizin vizit kartınız olacaq. Unutmayın ki, hər kəsi razı salmaq məcburiyyətində deyilsiniz. Sizin dürüst tənqidiniz bəzən ən böyük dostluq nümunəsidir. İş həyatında bugün sizin altın dövrünüzdür. Dekabrın sonu olmasına baxmayaraq, sizdəki iş eşqi və nizam-intizam ətrafınızdakiları heyrətləndirəcək. Hesabatlar, sənədləşmələr və ya yarımçıq qalmış texniki məsələləri həll etmək üçün bundan daha yaxşı gün tapmaq çətindir. Sizin detalçı tərəfiniz başqalarının görmədiyi xətaları aşkar etməyə imkan verəcək. Karyeranızda kiçik, lakin əhəmiyyətli bir yüksəliş və ya rəhbərlikdən gələn təqdir mesajı gözləniləndir. Əgər yaradıcı bir işlə məşğulsunuzsa, texniki biliklərinizi bura daxil etmək nəticəni mükəmməlləşdirəcək. İş axtaran qızlar üçün bugün cürlərini yeniləmək və ya peşəkar şəbəkələrdə əlaqələr qurmaq üçün çox məhsuldardır. Unutmayın, sizin peşəkarlığınız təkcə nə etdiyinizdə deyil, onu necə, hansı titizliklə etdiyinizdə gizlidir. İş mühitindəki dedikodulardan uzaq durub, fokusunuzu nəticəyə yönəltməyiniz sizə böyük üstünlük qazandıracaq. Maliyyə məsələlərinə yanaşmanız bugün olduqca analitikdir.
28 dekabrda büdcənizi son qəpiyinə qədər hesablamaq, borcları və alacaqları siyahıya almaq sizə böyük rahatlıq verəcək. Bayram xərclərində qiymət-keyfiyyət balansını ən yaxşı siz qoruyursunuz. Boş yerə pul xərcləmək bugün sizin üçün ən böyük stres mənbəyi ola bilər. İnvestisiya planlarınız varsa, bugün bazarı araşdırmaq və məlumat toplamaq üçün uğurludur. Lakin qəti qərar vermək üçün bir neçə gün gözləmək daha yaxşı olar. Gözlənilməz bir yerdən, bəlkə də bir vergi iadəsi və ya köhnə bir xidmətin qarşılığı kimi, kiçik bir məbləğ gələ bilər. Sizin üçün pul bugün təhlükəsizlik və nizam deməkdir. Özünüzə olan inamınızı artırmaq üçün gələcək ayın büdcəsini indidən planlamağınız tövsiyə olunur. Qənaət etməkdə olan ustalığınız 2025-ci ilə daha güclü girməyinizə səbəb olacaq. Sağlamlıq baxımından bugün həssas nöqtəniz sinir sisteminiz və bağırsaqlarınızdır. Mükəmməllik axtarışınızın gətirdiyi stres bədəninizdə gərginlik yarada bilər. Hər şey qaydasında olmalıdır düşüncəsi sizi zehni olaraq yormasın. Psixoloji olaraq özünüzü təmizləmək üçün rəqəmsal detoks, telefon və kompüterdən uzaqlaşmaq sizə möcüzəvi təsir edəcək. Fiziki olaraq isə təmiz havada ritmik yürüşlər və ya evdə edə biləcəyiniz yüngül təmizlik işləri sizin enerjinizi balanslaşdıracaq. Qidalanmanıza bitki tərkibli məhsullar daxil etmək və bol su içmək bugünün qızıl qaydası olmalıdır. Unutmayın ki, ruhunuzun nizamı bədəninizin sağlamlığından başlayır. Özünüzə qarşı daha az tənqidi olun və bacardıqlarınız üçün özünüzə təşəkkür edin. Axşam saatlarında mütaliə etmək və ya sakitləşdirici bir musiqi dinləmək zehninizdəki o daimi iş siyahısını susturmağa kömək edəcək. Günün mükəmməllik edilən işdə deyil, ona qoyulan sevgidədir. Bugün hər şeyi 100% düzgün etməyə çalışmaqdan yorulanda dayanın və sadəcə yaxşı olmağın da kifayət etdiyini özünüzə xatırladın. Motivasiya, sən kainatın intizamı və zəkasısan. Sənin detalları görmə qabiliyyətin başqaları üçün əlçatmaz bir istedaddır. 28 dekabr sənə xatırladır ki, sən hər bir dağınıqlıqdan bir nizam, hər bir problemdən bir həll yolu yarada bilərsən. Özünə güvən, çünki sənin əməyin heç vaxt boşa getmir. Sən həyatın ən kiçik hissəciklərindən ən böyük möcüzələri yaradan ustasan. Bugün özünə biraz daha çox sevgi və istirahət ayır, sən buna hər kəsdən çox layiqsən. Tərəzi. Bugün tərəzi bürcləri üçün kainat sanki nəhəng bir tərəzi qurub və sizdən həyatınızın hər sahəsində tarazlıq gözləyir. Enerjiniz olduqca mülayim, sülhsevər və bədii bir tərəfə meyillidir. Səhər saatlarından etibarən ətrafınızdakı uyğunsuzluqlar sizi narahat edə bilər, lakin bu narahatlıq sizi hər şeyi gözəlləşdirməyə və nizam qoymağa sövq edəcək. Günün enerjisi sizi ortaq yol tapmaq bacarığınızı işə salmağa çağırır. 28 dekabrda qarşılaşacağınız ziddiyyətli vəziyyətlərdə hər iki tərəfi dinləmək və obyektiv qərar vermək qabiliyyətiniz zirvədə olacaq. Kainat sizə bugün qətiyyətsizlikdən qaçmağı və öz daxili səsinizə güvənərək seçim etməyi tövsiyə edir. Sizin üçün bugün xeyir və şər deyil, uyğun olan və olmayan var, bu fərqi hiss etmək sizə gün boyu mənəvi rahatlıq və özünə inam bəxş edəcək. Zehni olaraq isə gələcək ilin estetik və sosial hədəflərini vizuallaşdırmaq üçün mükəmməl bir vaxtdır. Subay tərəzilər üçün, sevgi bugün sizin üçün hər yerdədir, bir baxışda, bir sözdə və ya gözəl bir mənzərədə. Cazibəniz olduqca yumşaq, lakin təsirlidir. Əgər ürəyiniz boşdursa, sənət mühitində bir sərgi və ya musiqi tədbirində ruhunuzun aynası ola biləcək biri ilə qarşılaşma ehtimalınız yüksəkdir. Sizin üçün bugün romantika təkcə hiss deyil, həm də bir zövq məsələsidir. Qarşınızdakı insanın nəzakəti və danışıq tərzi sizin üçün ən böyük cəlbedicilik faktoru olacaq. Yeni bir münasibət başlasa, bu qarşılıqlı hörmət və estetik ortaq dəyərlər üzərində qurulacaq. Evli və ya münasibəti olan tərəzilər üçün münasibətinizdə qarşılıqlı anlayış zirvə nöqtəsindədir. Partnyorunuzla olan fikir ayrılıqlarını həll etmək üçün bundan daha yaxşı gün ola bilməz. Siz bugün güzəştə getməyi deyil, hər iki tərəfində qalib gəldiyi bir orta məxrəc tapmağı hədəfləyəcəksiniz. Birlikdə eviniz üçün gözəl bir əşya almaq və ya sadəcə şam işığında sakit bir şam yeməyi yemək aranızdakı ehtirası səmimiyyətlə birləşdirəcək. Partnyorunuzun sizə qarşı olan diqqəti ruhunuzu oxşayacaq. Unutmayın ki, sizin xoşbəxtliyiniz ətrafınızdakıların da xoşbəxtliyidir. Sevdiyiniz insanı ayırdığınız zaman sizə daxili dinclik kimi qayıdacaq. Siz bugün hər hansı bir sosial qrupun birləşdirici bəndi rolunu oynayırsınız. Dostlarınız arasında olan soyuqluğu aradan qaldırmaq və ya maraqlı bir görüş təşkil etmək sizin missiyanız olacaq. 28 dekabrda yeni insanlarla tanışlıqlar sizə gələcəkdə yaradıcı işlərinizdə kömək edəcək qapılar aça bilər.
İnsanlarla olan münasibətlərinizdəki səmimiyyət və ədalətli yanaşmanız sizin nüfuzunuzu sosial çevrənizdə daha da möhkəmləndirəcək. Lakin bir məqama diqqət edin, hər kəsi razı salmaq üçün öz prinsiplərinizdən dönməyin. Sizin yox deməkdə çətinlik çəkməyiniz bəzi insanların bunu sui-istifadə etməsinə yol aça bilər. Axşam saatlarında sizi ruhən yoran insanlardan uzaq durub, sənət və ya estetik söhbətlər edə biləcəyiniz bir dostunuzla vaxt keçirmək sizə enerji verəcək. Sosial həyatda harmoniyanı qorumaq üçün bugün bir qədər seçici olmağınız tövsiyə olunur. İş həyatında bugün diplomatiya və komanda işi ön plana çıxır. Əgər ortaq layihələr üzərində işləyirsinizsə, sizin tərəfsizliyiniz və problemlərə kreativ yanaşmanız işin gedişatını müsbət mənada dəyişəcək. İş yerində rəhbərliklə və ya müştərilərlə danışıqlar aparmaq üçün ideal vaxtdır. Sizin nitqiniz o qədər axıcı və inandırıcıdır ki, hər kəsi öz tərəfinizə çəkə bilərsiniz. Karyeranızda vizual və ya mədəni sahələrlə bağlı yeniliklər gözləniləndir. Əgər işinizdə bəzi ədalətsiz hallar varsa, onları səs-küy salmadan, məntiqli və hüquqi yollarla həll etməyə çalışın. Yaradıcı tərəzilər üçün bugün parlaq bir layihənin ilkin eskizlərini hazırlamaq üçün ilham vericidir. İş axtaranlar üçün xalqla əlaqələr, hüquq və ya dizayn sahələrində maraqlı fürsətlər yarana bilər. Unutmayın, sizin peşəkar uğurunuz təkcə biliklərinizdə deyil, həm də insanlarla qurduğunuz zərif ünsiyyətdə gizlidir. Maliyyə mövzusunda tərəzilər bugün gözəlliyə sərmayə etmək istəyə bilərlər. Bu, həm öz xarici görünüşünüz, həm də yaşadığınız mühitin dekorasiyası ilə bağlı ola bilər. 28 dekabrda pul xərcləyərkən onun sadəcə məbləğinə deyil, sizə bəxş edəcəyi emosional qazanca fikir verəcəksiniz. Bayram hədiyyələri alarkən orijinal və zərif seçimlər edəcəksiniz. Maliyyə idarəçiliyində bir qədər ehtiyatlı olmaqda fayda var, bəzən estetik istəkləriniz real büdcənizi üstələyə bilər. Əgər bir tərəfdaşlıq və ya ortaq investisiya təklifi alsanız, sənədləri mütləq diqqətlə oxuyun. Gözlənilməz bir yerdən gələn pul və ya endirim xəbəri sizi sevindirə bilər. Sizin üçün pul bugün harmoniyanı təmin edən bir vasitədir. Gələcək il üçün maliyyə planı qurarkən lütf və qənaət balansını tapmağınız sizüddətli sabitlik vəd edir. Sağlamlıq cəhətdən bugün böyrəklər və bel nahiyənizə diqqət yetirməlisiniz. Bol su içmək və soyuqdan qorunmaq sizin üçün ən sadə, lakin ən vacib sağlamlıq qaydasıdır. Psixoloji olaraq özünüzü bəzən bir tərəfdən o biri tərəfə yellənən kəfkir kimi hiss edə bilərsiniz. Bu daxili tərəddüdü dayandırmaq üçün musiqi terapiyası və ya rənglərlə məşğul olmaq, rəsm çəkmək və ya geyim seçimi sizə çox yaxşı təsir edəcək. Daxili tarazlığınızı qorumaq üçün bugün səs-küy detoksu edin. Çox sayda insanın eyni anda danışdığı mühitlər sinir sisteminizi gərə bilər. Əvəzində çiçəklərlə məşğul olmaq, ətirli şamlar yandırmaq və ya meditasiya etmək ruhunuzu qidalandıracaq. Unutmayın ki, sizin fiziki vəziyyətiniz birbaşa daxili hüzurunuzdan asılıdır. Özünüzü sevin və bugün aynaya baxanda gördüyünüz o zərif insana təşəkkür edin. Günün məsləhəti, ədalət hər kəsə eyni davranmaq deyil, hər kəsə layiq olduğunu verməkdir. Bugün hər kəsi eyni dərəcədə məmnun etməyə çalışmaq, bəzən həqiqəti söyləmək ən böyük ədalətdir. Motivasiya, sən kainatın harmoniyası və gözəlliyisən. Sənin varlığın girdiyin hər mühiti daha mülayim və estetik edir. 28 dekabr sənə xatırladır ki, daxili tərəzin nə qədər balanslı olsa, xarici dünyan da o qədər gözəl olacaq. Özünə inan, çünki sənin diplomatiyan və nəzakətin ən sərt qapıları belə aça bilən sehirli bir açardır. Sən sevginin və barışın elçisisən. Bugün dünyanı öz zərifliyinlə bəzəməyə davam et. Əqrəb. Bugün əqrəblər üçün kosmik hava olduqca intensiv və sirlidir. Siz sanki səthin altındakı cərəyanları hiss edən bir radara bənzəyirsiniz. Enerjiniz olduqca fokuslanmış və dərindir. Bugün səthi söhbətlər və ya süni münasibətlər sizi qane etməyəcək. Göy üzündəki planetar mövqelər sizin 8-ci evinizi yenidən doğuş, ortaq qaynaqlar tətikləyir ki, bu da sizi köhnəlmiş və artıq sizə xidmət etməyən hər şeyi həyatınızdan çıxarmağa cəsarətləndirir. Günün enerjisi sizi bir növ detektiv roluna bürüyür. 28 dekabrda qarşılaşdığınız hər bir məlumatı süzgəcdən keçirəcək və insanların dediklərindən çox demədiklərinə diqqət yetirəcəksiniz. Kainat sizə bugün instinktlərinizə sonuna qədər güvənməyi tövsiyə edir. Sizin daxili səsiniz heç vaxt yanılmır və bugün o, hər zamankından daha ucadan danışır. Özünüzü biraz qapalı və ya tənha hiss edə bilərsiniz, lakin bu, əslində enerjinizi toplamaq və ilin son hədəflərini dəqiqləşdirmək üçün lazım olan strateji geri çəkilməlidir. Subay əqrəblər üçün, sizin xarizmanız bugün bir qədər təhlükəli və olduqca cəlbedicidir.
İnsanlar sizin sirli auranıza heyran qalacaqlar. Əgər ürəyiniz boşdursa, dərhal fiziki cazibədən daha çox ruhsal bir bağ qura biləcəyiniz biri ilə qarşılaşma ehtimalınız var. Siz bugün hər kəsil deyil, o xüsusi insanı axtarırsınız. Qarşınızdakı insanın dürüst olması sizin üçün hər şeydən vacibdir. Köhnə bir eşqin küllərinin yenidən alovlanması və ya keçmişdən gələn bir mesaj sizi daxili hesablaşmaya çəkə bilər. Unutmayın ki, bağışlamaq ən böyük gücdür. Evli və ya münasibəti olan əqrəblər üçün münasibətinizdə hamı və ya heç nə prinsipi hakimdir. Siz partnyorunuzla tam bir bütövlük, səmimiyyət və dərinlik istəyirsiniz. Bugün gizli qalmış mövzuları danışmaq, aradakı tabuları sındırmaq və emosional yaxınlığı artırmaq üçün ideal vaxtdır. Kiçik qısqanclıq hissləri baş qaldıra bilər, lakin onları dağıdıcı enerjiyə deyil, ehtirasa çevirmək sizin əlinizdədir. Partnyorunuza olan sadiqliyiniz bugün ən böyük dayaq nöqtəniz olacaq. Birgə gələcək planları qurarkən maddi və mənəvi hədəflərinizi tam uzlaşdıra biləcəksiniz. Sizin üçün dostluq ölümünə sadiqlik deməkdir və bugün dostlarınızın sizə nə dərəcədə sadiq olduğunu test edən vəziyyətlər yarana bilər. Sosial çevrənizdə hər kəslə mehriban olsanız da, yalnız bir neçə nəfərə həqiqətən güvənirsiniz. 28 dekabrda sizi anlamayan və enerjinizi soran saxta dostlardan uzaqlaşmaq qərarı ala bilərsiniz. Sizin sükutunuz çox vaxt sözlərdən daha çox mənə ifadə edir və dostlarınız bugün bunu hiss edəcəklər. Dostluq dairənizdə gizli qalan bir məlumatın üzə çıxması mümkündür. Belə vəziyyətdə soyuqqanlılığınızı qoruyun və hər şeyi analiz etmədən hərəkətə keçməyin. Sizin məsləhətləriniz bugün dostlarınız üçün çox qiymətlidir, çünki siz hadisələrin kökünə enə bilirsiniz. Axşam saatlarında tək qalmaq və ya yalnız ən güvəndiyiniz insanla dərin fəlsəfi söhbətlər etmək sizə mənəvi bərpa gətirəcək. İş həyatında əqrəblər bugün strateq rolundadırlar. Siz rəqiblərinizin və ya tərəfdaşlarınızın gedişlərini bir neçə addım öncədən görə bilirsiniz. Gərgin iş qrafiki olsa belə, siz soyuqqanlılığınızı itirmədən ən mürəkkəb tapşırıqların öhdəsindən gələcəksiniz. Araşdırma, analiz, maliyyə və ya psixologiya sahəsində çalışan əqrəblər üçün bugün karyeralarında yeni bir qapı aça biləcək kəşflər günü ola bilər. İş yerindəki güc oyunlarından və intriqalardan uzaq durmağa çalışın, lakin ehtiyatı da əldən verməyin. Sizin səssizcə işinizi görməyiniz bəzilərində maraq və biraz da narahatlıq yarada bilər. Əgər bir layihəni bitirirsinizsə, detalları gizli saxlayın və yalnız hazır olanda təqdim edin. İş axtaranlar üçün krizis menecmenti və ya təhlükəsizlik sahələri ilə bağlı maraqlı imkanlar yarana bilər. Sizin qətiyyətiniz hər cür peşəkar maneəni fürsətə çevirəcək. Maliyyə məsələlərində əqrəblər üçün bugün dərin araşdırma günüdür. Borclar, kreditlər, sığortalar və ya ortaq qazanclarla bağlı mövzular gündəmə gələ bilər. Siz pulunuzu haraya və necə xərclədiyinizi çox yaxşı bilirsiniz və bugün büdcənizdə bir təmizlik aparmaq istəyəcəksiniz. Gereksiz abunəlikləri ləğv etmək və ya investisiya portfelinizi yenidən nəzərdən keçirmək üçün uğurlu zamandır. Gözlənilməz bir yerdən miras, vergi geri ödənişi və ya partnyorunuz vasitəsilə gələn maliyyə artımı mümkündür. Lakin riskli maliyyə oyunlarından və qeyri-şəffaf təkliflərdən uzaq durun. Sizin üçün maliyyə sabitliyi həm də emosional sabitlikdir. Bugün özünüzü daha güclü hiss etmək üçün gizli bir ehtiyat fondu yaratmağa başlaya bilərsiniz. Unutmayın ki, sizin ən böyük sərmayəniz öz bacarıqlarınızdır. Sağlamlıq cəhətdən bugün reproduktiv sistem və boşaltım sisteminə diqqət yetirməlisiniz. Bədəninizdəki toksinlərdən təmizlənmək üçün detoks çayları və ya bol su içmək çox faydalı olacaq. Psixoloji olaraq katarsis təmizlənmə ehtiyacı hiss edə bilərsiniz. Köhnə kədərləri, qəzəbi və inciklikləri ürəyinizdə daşımaq sizə fiziki ağırlıq verir. Bugün şuuraltı ilə işləmək, yuxularınızı təhlil etmək və ya bir psixoloqla danışmaq sizə inanılmaz yüngüllük verəcək. Sizin ruhunuz bir feniks quşu kimidir, hər dəfə küllərindən yenidən doğulur. Gərginliyi atmaq üçün hovuzda üzmək və ya su ilə bağlı olan hər hansı bir fəaliyyət sinir sisteminizi sakitləşdirəcək. Özünüzə vaxt ayırın və daxili qaranlığınızın əslində bir nur olduğunu kəşf edin. Günün məsləhəti, həqiqi güc başqalarını idarə etmək deyil, öz duyğularına hakim olmaqdır. Bugün daxili fırtınalarına tabi olma, onları səni hədəfə aparan küləyə çevir. Motivasiya, sən kainatın ən sarsılmaz və dərin ruhusan. Sənin iradən daşları belə dələ biləcək gücdədir. 28 dekabr sənə xatırladır ki, sən hər bir sonu yeni bir başlanğıca çevirə bilərsən. Qorxularının üzərinə get, çünki sənin ən böyük xəzinən o qorxuların arxasında gizlənib. Sən bir qalibsən və heç bir çətinlik sənin sarsılmaz ruhunu sındıra bilməz.
Bugün öz gücüne sahip çık ve yeniyle bir lider kimi addımla. Ok atan. Bugün ok atanlar için gökyüzü macera ve bilik dolu bir sefer vəd edir. Enerjiniz oldukça geniş, yoluxucu ve ilham vericidir. Siz bugün olduğunuz mühitə sığmır, sanki ruhen uzaq ölkələrə, fərqli mədəniyyətlərə və ya yeni elm sahələrinə doğru çəkilirsiniz. Jüpiterin bugünkü təsiri sizin şans faktorunuzu artırsa da hər şeyi həddindən artıq böyütməyə, müsbət və ya mənfi mənada meyilli ola bilərsiniz. Günün enerjisi sizi həyatın mənasını axtarmağa və rutin işlərdən qaçmağa sövq edir. 28 dekabrda qarşınıza çıxan hər bir hadisəni böyük bir dərsin parçası kimi görəcəksiniz. Kainat sizə bugün detallarda boğulmamağı, böyük hədəflərə fokuslanmağı tövsiyə edir. Sizin üçün bugün sərhədlər sadəcə aşılmalı olan xətlərdir. Daxili coşğunuz o qədər yüksəkdir ki, ən qaranlıq vəziyyətdə belə bir ümid işığı tapacaqsınız. Zehni olaraq isə 2025-ci il üçün qlobal planlar qurmaq və vizyonunuzu yeniləmək üçün möhtəşəm bir zamandır. Subay ox atanlar üçün, sevgi bugün sizin üçün kəşf edilməmiş bir qitə kimidir. Cazibəniz səmimiyyətinizdən və həyata baxış bucağınızdan gəlir. Əgər ürəyiniz boşdursa, xarici ölkə ilə əlaqəsi olan, fərqli bir dildə danışan və ya sizin dünya görüşünüzü kökündən dəyişə biləcək biri ilə tanışlıq mümkündür. Siz bugün məhdudlaşdırıcı münasibətlərdən qaçır, sizə azadlıq və inkişaf vəd edən insanlara meyl edirsiniz. Sosial mediada və ya səyahət zamanı başlayan söhbətlər gözlənilməz bir romantikaya çevrilə bilər. Unutmayın ki, ən böyük eşq birlikdə gülə bildiyiniz insandır. Evli və ya münasibəti olan ox atanlar üçün münasibətinizdə macəra ruhu canlanır. Partnyorunuzla birgə yeni bir sahəni öyrənmək, bəlkə də gələcək bir səfəri planlamaq aranızdakı bağları möhkəmləndirəcək. Sizin bugünkü ehtiyacınız partnyorunuzun həm də ən yaxın dostunuz olmasıdır. Aranızda olan monotonluğu qırmaq üçün fərqli bir məkan seçin və ya birlikdə maraqlı bir hobbi ilə məşğul olun. Kiçik xəbərdarlıq, mən hər şeyi bilirəm tərzi bəzən partnyorunuzda qıcıq yarada bilər. Onu dinləmək və fikirlərinə hörmət etmək münasibətdəki harmoniyanı qoruyacaq. Sevgini bir oyun kimi deyil, birgə böyümək fürsəti kimi dəyərləndirin. Siz bugün sosial mühitin şənlik və ruh yüksəkliyi qaynağısınız. Dostlarınız sizin yanınızda özlərini daha enerjili və ümidli hiss edirlər. 28 dekabrda müxtəlif sosial qruplar arasında vasitəçilik edə bilərsiniz. Sizin səmimi və dürüst, bəzən həddindən artıq dürüst olmağınız insanlar tərəfindən həm sevilir, həm də biraz çəkinilir. Kiməsə acı həqiqəti söyləməzdən əvvəl onun bunu qəbul etməyə hazır olub olmadığını düşünün. Dostluq çevrənizdə intellektual müzakirələr və gələcək planlar ön planda olacaq. Ola bilsin ki, köhnə bir dostunuzla birlikdə maraqlı bir xeyriyyə işinə və ya könüllü fəaliyyətə qoşulmaq qərarı verəsiniz. Sosial həyatınızda kəmiyyətdən çox keyfiyyətə önəm verin, sizi darıxdıran mühitlərdən nəzakətlə uzaqlaşmaq sizin haqqınızdır. Axşam saatlarında dostlarla keçirilən səs-küylü, lakin səmimi bir məclis günün yorğunluğunu tamamilə unutturacaq. İş həyatında ox atanlar bugün vizyoner lider rolundadırlar. Siz rutin tapşırıqları yerinə yetirməkdə çətinlik çəksəniz də strateji planlaşdırma və yeni bazarların kəşfi mövzusunda əvəzsizsiniz. Təhsil, hüquq, turizm və ya nəşriyyat sahəsində çalışan ox atanlar üçün bugün karyeralarında sıçrayış edə biləcək xəbərlər gələ bilər. Sizin böyük mənzərəni görmə bacarığınız rəhbərliyin diqqətindən qaçmayacaq. İş mühitində sərbəstlik axtarışınız sizi bəzən qaydaları pozmağa sövq edə bilər. Diqqətli olun ki, bu iş intizamına xələl gətirməsin. Əgər öz işinizin sahibisinizsə, biznesinizi beynəlxalq səviyyəyə çıxarmaq və ya rəqəmsal platformalarda genişləndirmək üçün planlar qura bilərsiniz. İş axtaranlar üçün xarici şirkətlər və ya uzaq məsafədən remote iş imkanları gündəmə gələ bilər. Sizin nikbinliyiniz ən çətin danışıqları belə sizin xeyrinizə yekunlaşdıra bilər. Maliyyə məsələlərində ox atanlar bugün bir qədər risksevər ola bilərlər. Jüpiterin təsiri sizdə pul gələr və gedər düşüncəsini gücləndirir, bu da bəzən düşünülməmiş xərclərə yol açır. 28 dekabrda səyahət, təhsil və ya şəxsi inkişaf üçün xərclənən pullar əslində ən yaxşı investisiyadır. Lakin gündəlik büdcənizdə lüzumsuz lüksə qaçmamağa çalışın. Gözlənilməz bir yerdən gələn pul və ya bir layihədən əldə olunan qazanc sizi sevindirə bilər. Şans oyunlarına marağınız artsa da ağlındakı rəqəmlərə kor-korona güvənməyin. Maddi məsələlərdə uzaq görənlik nümayiş etdirin. 2025-ci ilin səyahət büdcəsini indidən kənara qoymaq sizə il ərzində böyük sərbəstlik verəcək.
Sizin üçün pul bugün sadəcə azadlıq almaq üçün bir vasitədir və bu vasitəni düzgün idarə etmək sizin əlinizdədir. Sağlamlıq cəhətdən bugün qaraciyər, bud və omba nahiyələrinə diqqət yetirməlisiniz. Həddindən artıq qida və ya içki müvazinəti qorumaq şərtdir. Fiziki olaraq enerjinizi atmaq üçün açıq havada qaçış, atçılıq və ya sadəcə uzun yürüşlər sizə möcüzəvi təsir bağışlayacaq. Siz hərəkət etdikcə ruhunuzun sağaldığını hiss edəcəksiniz. Psixoloji olaraq özünüzü çox azad və həvəsli hiss edirsiniz. Lakin boşluq hissi yaranarsa, bu hədəflərinizin yetərincə böyük olmamasından qaynaqlana bilər. Sizin dərmanınız yeni bir şey öyrənmək və ya birinə kömək etməkdir. Daxili narahatlığı aradan qaldırmaq üçün fəlsəfi kitablar oxumaq və ya gələcəyə dair ümidli qeydlər aparmaq zehninizi sakitləşdirəcək. Unutmayın ki, sizin xoşbəxtliyiniz xarici şəraitdən deyil, daxili azadlığınızdan asılıdır. Günün məsləhəti, gözlərin ulduzlarda olsun, amma ayaqların yerə möhkəm bassın. Bugün böyük xəyallar qurmaqdan qorxma, lakin həmin xəyallara gedən pillələri də bir-bir inşa etməyi unutma. Motivasiya, sən kainatın əbədi səyyahsan. Sənin ruhunda sönməyən bir macəra atəşi və tükənməz bir inam var. 28 dekabr sənə xatırladır ki, dünya sənin kəşfini gözləyən böyük bir kitabdır. Heç bir maneə sənin sürətini kəsə bilməz, çünki sən hər bir çətinliyi bir macəra kimi görürsən. Özünə və taleyinə güvən. Sən parlaq gələcəyə doğru atılan oxsan və hədəfin mütləq vurulacaq. Bugün dünyanı öz işığınla fəth et. Oğlaq. Bugün oğlaqlar üçün kosmik saatlar nizam və məsuliyyət ritmində döyünür. Enerjiniz olduqca ağırbaşlı, ciddi və məhsuldardır. Səhər saatlarından etibarən özünüzü həyatın idarə etmə sükanında hiss edəcəksiniz. Günəşin sizin bürcünüzdə olması, oğlaq mövsümü özünə inamınızı artırsa da, Saturnun təsiri sizi hər addımı ölçüb biçməyə vadar edir. Siz bugün az danışıb çox iş görmək tərəfdarısınız. Günün enerjisi sizi keçmişin təcrübələrini gələcəyin təməlinə qoymağa sövq edir. 28 dekabrda qarşılaşdığınız hər bir məsələyə praktiki və uzun müddətli bir perspektivdən baxacaqsınız. Kainat sizə bugün emosional dalğalanmalara qapılmamağı, soyuqqanlılığınızı qorumağı tövsiyə edir. Sizin üçün bugün uğur təsadüf deyil, illərlə çəkilən əməyin məntiqi nəticəsidir. Daxili dünyanızda bir növ təmizlik aparmaq ehtiyacı hiss edə bilərsiniz. Həm fiziki məkanınızda, həm də zehninizdə olan artıq yüklərdən qurtulmaq sizi daha yüngül və hədəfə fokuslanmış edəcək. Subay oğlaqlar üçün. Sevgi bugün sizin üçün ciddi bir müəssisə kimidir. Səthi münasibətlər və ya müvəqqəti flirtlər sizin maraq dairənizdə deyil. Əgər ürəyiniz boşdursa, iş mühitində və ya rəsmi bir tədbirdə statusu olan, həyata sizin kimi real baxan biri ilə tanışlıq ehtimalı yüksəkdir. Siz bugün etibarlılıq axtarırsınız. Qarşınızdakı insanın dürüstlüyü və gələcək planları sizin üçün ən böyük cəlbedicilik faktoru olacaq. Hisslərinizi büruzə verməkdə bir qədər mühafizəkar ola bilərsiniz, lakin unutmayın ki, səmimiyyət ən qısa yoldur. Evli və ya münasibəti olan oğlaqlar üçün münasibətinizdə daş kimi möhkəm bir bağ hissi hakimdir. Partnyorunuzla birlikdə ailə büdcəsi, ev təmiri və ya uşaqların gələcəyi haqqında ciddi və konstruktiv müzakirələr apara bilərsiniz. Sizin sevgi diliniz bugün xidmət və dəstəkdir. Sevdiyiniz insan üçün vacib bir işi həll etmək və ya ona gələcək qərarlarında arxa durmaq ən böyük sevgi etirafınız olacaq. Arada yaranan kiçik soyuqluqları çox böyütməyin, bu sadəcə sizin işə fokuslanmağınızdan qaynaqlanan bir fasilədir. Axşam saatlarında birgə sakitlik və sükut içində vaxt keçirmək sözsüz bir anlaşma mühiti yaradacaq. Siz bugün sosial dairənizin ağsaqqalı və ya məsləhətçisi rolundasınız. Dostlarınız çətin anlarda sizin məntiqinizə və obyektivliyinizə sığınacaqlar. 28 dekabrda səs-küylü və mənasız məclislərdən uzaq durub, yalnız seçilmiş, zamanın sınağından çıxmış dostlarla görüşməyə üstünlük verəcəksiniz. Sizin üçün dostluq təkcə əyləncə deyil, həm də qarşılıqlı inkişaf deməkdir. Sosial çevrənizdə nüfuzunuzun artdığını hiss edə bilərsiniz. Kiməsə verdiyiniz kiçik bir tövsiyə onun həyatında böyük bir dəyişikliyə səbəb ola bilər. Lakin dostluq münasibətlərində həddindən artıq tənqidi olmamağa çalışın, hər kəs sizin qədər güclü iradəyə sahib olmaya bilər. Axşam saatlarında köhnə bir həmkar və ya hörmət etdiyiniz bir şəxslə maraqlı bir söhbət sizə yeni karyera ideyaları verə bilər. Sizin sadiqliyiniz bugün ən dəyərli sosial xəzinənizdir. İş həyatında oğlaqlar bugün öz elementindədirlər. Siz sanki bir memar kimi gələcəyinizi inşa edirsiniz. İlin sonu olmasına baxmayaraq məhsuldarlığınız zirvədədir.
İdarəçilik, tikinti, maliyyə və ya dövlət strukturlarında çalışan oğlaqlar üçün bugün mühüm sənədlərin imzalanması və ya yeni vəzifə öhdəliklərinin qəbulu üçün əlverişlidir. Sizin detallara diqqətiniz və nizam-intizamınız rəhbərliyin ən çox təqdir etdiyi cəhət olacaq. Karyeranızda yüksəlmək üçün qarşınıza çıxan maneələri bir pilləkən kimi istifadə edəcəksiniz. İş mühitindəki qarışıqlıqları aradan qaldırmaq və iş prosesini optimallaşdırmaq bugün sizin əsas tapşırığınızdır. İş axtaranlar üçün nüfuzlu bir şirkətdən və ya köhnə müdirindən müsbət xəbər gələ bilər. Sizin peşəkarlığınız təkcə biliklərinizlə deyil, həm də ən gərgin vəziyyətdə qoruduğunuz sükunətlə ölçülür. Bugün atılan hər bir işgüzar addım 2025-ci ildə öz bəhrəsini qat-qat verəcək. Maliyyə məsələlərində oğlaqlar bugün hər zamankından daha qənaətcil və uzaq görəndir. 28 dekabrda büdcənizi analiz etmək və uzun müddətli investisiya planları qurmaq üçün ideal gündür. Sizin üçün pul təhlükəsizlik və güc rəmzidir, ona görə də onu lüzumsuz xərclərə sərf etməyəcəksiniz. Bayram alış-verişində belə yalnız keyfiyyətli və dəyərini itirməyəcək əşyalara üstünlük verəcəksiniz. Daşınmaz əmlak, torpaq və ya bank əməliyyatları ilə bağlı müsbət irəliləyişlər gözlənilir. Əgər bir borcunuz varsa, onu bağlamaq və ya maliyyə öhdəliklərinizi yenidən strukturlaşdırmaq üçün addımlar ata bilərsiniz. Gözlənilməz gəlirdən çox, planlı qazanc bugün sizin fokusunuzdadır. Sizin maddi sahədəki səbriniz və strateji düşüncəniz sizi gələcəkdə böyük bir rifaha çatdıracaq. Unutmayın ki, qənaət edilən hər bir manat gələcək azadlığınızın təməlidir. Sağlamlıq baxımından bu dizi yorar, dişlər və oynaqlar, xüsusən də dizlər, sizin zəif nöqtəniz ola bilər. Kalsiyum qəbuluna diqqət edin və fiziki olaraq özünüzü həddindən artıq yükləməyin. Psixoloji olaraq özünüzü bir qədər ağır və ya daxili təzyiq altında hiss edə bilərsiniz. Bu, üzərinizə götürdüyünüz çoxsaylı məsuliyyətlərin nəticəsidir. Gərginliyi azaltmaq üçün dağ havasında gəzinti və ya sadəcə dik oturaraq edilən nəfəs məşqləri sizə çox faydalı olar. Sizin üçün ən yaxşı terapiya işlərinizin qaydasında olduğunu görməkdir. Lakin daxili sükunətinizi qorumaq üçün bugün biraz heç nə etməmək lüksünü özünüzə tanıyın. Özünüzə qarşı hər zaman hakim rolunda olmayın, bəzən sadəcə insan olduğunuzu və dincəlməyə ehtiyacınız olduğunu qəbul edin. İsti bitki çayları və klassik musiqi sinir sisteminizi sakitləşdirməyə kömək edəcək. Günün məsləhəti, zirvəyə gedən yol kəsmə yollarla deyil, möhkəm addımlarla keçilir. Bugün nəticəyə tələsmə, prosesin keyfiyyətinə diqqət yetir. Sənin qurduğun bina fırtınalara dözümlü olmalıdır. Motivasiya, sən kainatın sarsılmaz qayasısan. Sənin iradən və əməksevərliyin qarşısında heç bir dağ dayana bilməz. 28 dekabr sənə xatırladır ki, sən hər bir çətinliyi böyük bir uğura çevirmək potensialına sahibsən. Özünə inan, çünki sənin səbrin sənin ən kəskin silahındır. Sən bir lider kimi doğulmusan və taleyin səni ən yüksək zirvələrə aparır. Bugün özünlə fəxr et, çünki sən dayansan, dünya dayanar. İrəli, səni möhtəşəm bir gələcək gözləyir. Dolça. Bugün dolçalar üçün kosmik vibrasiyalar olduqca yüksək və elektrikli bir xarakter daşıyır. Enerjiniz standart qəliblərdən çıxmaq, mövcud qaydaları sorğulamaq və həyata fərqli bir pəncərədən baxmaq üzərinə köklənib. Səhər saatlarından etibarən beyninizdə sanki bir fikir fırtınası yaşanacaq. Günün enerjisi sizi cəmiyyətin gözləntilərindən çox öz daxili həqiqətlərinizə yönəlməyə təşviq edir. 28 dekabrda özünüzü biraz yad planetli kimi hiss edə bilərsiniz, sanki hamı eyni şeyi düşünərkən. Siz tamamilə başqa bir ölçüdəsiniz. Kainat bugün sizə orijinallığınızı qorumağı və kütlənin arxasınca getməməyi tövsiyə edir. İntuisiyanız texnoloji yeniliklər, elmi kəşflər və ya sosial islahatlarla bağlı mövzularda sizə parlaq ipuçları verəcək. Bugün köhnə qəlibləri sındırmaq və 2025-ci ilə tamamilə fərqli bir vizyonla girmək üçün daxili cəsarətiniz zirvədə olacaq. Sizin daxili azadlıq hissiniz gün boyu ən böyük enerji mənbəyinizdir. Subay dolçalar üçün, sevgi bugün sizin üçün hər şeydən əvvəl bir fikir ortaqlığı deməkdir. Əgər ürəyiniz boşdursa, adi mühitlərdən çox, maraq qruplarında, elmi konferanslarda və ya onlayn platformalarda sizin intellektinizə heyran qalan biri ilə qarşılaşa bilərsiniz. Sizin üçün bugün fiziki cazibədən çox, zehni stimullaşma önəmlidir. Qarşınızdakı insanın fərqli bir dünya görüşünə sahib olması sizi dərhal cəlb edəcək. Yeni bir tanışlıq olsa, bu dostluqdan eşqə uzanan maraqlı bir yolun başlanğıcı ola bilər. Azadlığınıza toxunmayan, əksinə onu dəstəkləyən insanlara qapınızı açacaqsınız. Evli və ya münasibəti olan dolçalar üçün münasibətinizdə dostluq və müstəqillik balansını qurmaq ön plana çıxır.
Partnyorunuzla birlikte cəmiyyət üçün faydalı bir iş görmək və ya ortaq bir layihə haqqında müzakirə aparmaq aranızdakı bağı yeniləyəcək. Siz bugün sıxıcı romantikadan çox səmimi və azad bir ünsiyyət axtarırsınız. Partnyorunuza öz sahəsində azadlıq verməyiniz və eyni şeyi ondan gözləməyiniz aranızdakı etibarı möhkəmləndirəcək. Əgər münasibətdə bəzi qadağalar və ya baskılar varsa, bugün onları mədəni şəkildə müzakirə edib ortadan qaldırmaq üçün ideal vaxtdır. Bir yerdə ulduzları izləmək və ya gələcəyin texnologiyaları haqqında söhbət etmək ruhunuzu yaxınlaşdıracaq. Siz bugün sosial dairənizin ideoloqu və beyin mərkəzisiniz. Dostlarınız sizin qeyri-adi baxış bucağınıza və gələcəyi görmə qabiliyyətinizə heyran qalırlar. 28 dekabrda bir çox sosial layihələrin və ya qrup görüşlərinin mərkəzində olacaqsınız. Sizin üçün dostluq təkcə vaxt keçirmək deyil, həm də dünyanı dəyişmək üçün bir güc birliyidir. Sosial şəbəkələrdə aktivliyiniz arta bilər və paylaşdığınız bir fikir geniş rezonans doğura bilər. İnsanları bir ideya ətrafında birləşdirmək bacarığınız bugün çox effektivdir. Lakin diqqətli olun, bəzən həddindən artıq dikbaş və ya radikal görünə bilərsiniz. Fikir ayrılığı yaşayan dostlarınız arasında ədalətli bir hakim rolu oynamağınız münasibətləri qoruyacaq. Axşam saatlarında sizi ruhən inkişaf etdirən bir icma ilə bir araya gəlmək enerjinizi bərpa edəcək. İş həyatında dolçalar bugün yenilikçi mütəxəssis rolundadırlar. Siz standart iş metodlarından yorulmusunuz və bugün iş prosesini sürətləndirəcək alternativ yollar təklif edəcəksiniz. Mühəndislik, aviasiya və ya kreativ dizayn sahəsində çalışan dolçalar üçün bugün karyeralarında inqilabi bir sıçrayış ola bilər. Sizin qutudan kənar düşünmə bacarığınız hər kəsi heyrətləndirəcək. İş mühitində sərbəst qrafik və ya uzaqdan işləmə modelləri haqqında danışıqlar apara bilərsiniz. Rəhbərlik sizin qeyri-adi, lakin məntiqli təkliflərinizi dinləməyə hazır olacaq. Əgər bir startup və ya fərdi layihə üzərində işləyirsinizsə, bugün gözlənilməz bir texniki dəstək və ya tərəfdaşlıq təklifi ala bilərsiniz. İş axtaranlar üçün rəqəmsal sahələr və ya qlobal şirkətlərdən maraqlı imkanlar yarana bilər. Sizin peşəkarlığınız həm də komanda ruhunu qorumaq və insanları ortaq hədəfə inandırmaq qabiliyyətinizdə gizlidir. Maliyyə məsələlərində dolçalar bugün rəqəmsal və qeyri-adi yollara meyl edə bilərlər. Kriptovalyutalar, onlayn investisiyalar və ya yeni nəsil maliyyə alətləri haqqında məlumat toplamaq üçün maraqlı bir gündür. 28 dekabrda pulunuzu gələcəyə xidmət edən texnologiyalara və ya təhsilə yatırmaq haqqında düşünə bilərsiniz. Sizin üçün pul bugün sadəcə bir ehtiyac deyil, dünyanı dəyişmək üçün bir alətdir. Gözlənilməz bir yerdən, bəlkə də onlayn bir layihədən və ya köhnə bir texnoloji yatırımdan qazanc gəlməsi mümkündür. Lüzumsuz xərclərdən çox funksional və innovativ əşyalara pul xərcləyəcəksiniz. Maddi məsələlərdə dostlarınızla ortaq işlərə girərkən bütün şərtləri öncədən yazılı şəkildə dəqiqləşdirin. Sizin maliyyə azadlığına olan həvəsiniz sizi yeni gəlir mənbələri tapmağa sövq edəcək. Unutmayın ki, ən böyük sərvət sizin ağlınız və kreativliyinizdir. Sağlamlıq cəhətdən bugün qan dövranı və ayaq biləkləri nahiyəsinə diqqət yetirməlisiniz. Uzun müddət eyni vəziyyətdə oturmaq sizi yora bilər, yüngül hərəkətlər və qan dövranını sürətləndirən məşqlər faydalıdır. Psixoloji olaraq özünüzü çox enerjili, lakin bir o qədər də zehni gərgin hiss edə bilərsiniz. Beyninizin dayanmadan işləməsi yuxusuzluğa səbəb ola bilər. Zehni sakitləşdirmək üçün rəqəmsal detoks, bütün ekranları söndürmək və ya futuristik meditasiyalar sizə çox yaxşı təsir edəcək. Sizin üçün ən yaxşı müalicə yeni bir nəzəriyyəni öyrənmək və ya daxili suallarınıza cavab tapmaqdır. Sinir sisteminizi qorumaq üçün bitki çaylarına və maqnezium tərkibli qidalara üstünlük verin. Özünüzü cəmiyyətdən təcrid olunmuş hiss etsəniz, unutmayın ki, bu sizin unikal olduğunuzun göstəricisidir. Axşam saatlarında səmimi bir dostla edilən dərin söhbət ruhunuzu sakitləşdirəcək. Günün məsləhəti: fərqli olmaqdan qorxma, eyni olmaqdan qorx. Bugün başqalarının nə deyəcəyini düşünmədən öz ideyalarını müdafiə et. Sənin bugünkü çılğın fikrin sabahın normasına çevrilə bilər. Motivasiya, sən kainatın gələcək elçisisən. Sənin zəkan və vizyonun dünyanı daha yaxşı bir yerə çevirmək gücündədir. 28 dekabr sənə xatırladır ki, sən heç bir qəlibə sığmırsan və sənin azadlığın sənin ən böyük xəzinəndir. Özünə inan, çünki sənin fərqliliyin sənin gücündür. Sən ulduzların dilini anlayan, sabahı bugündən görən bir ruhsan. İrəli addımla gələcək səni gözləyir. Balıqlar. Bugün balıqlar üçün kosmik atmosfer olduqca sehirli, mistik və bir qədər dumanlıdır.
Enerjiniz bugün maddi dünyadan çox duyğuların və xəyalların hökm sürdüyü mənəvi aləmə yönəlib. Səhər saatlarından etibarən özünüzü hər zamankından daha həssas və empati dolu hiss edə bilərsiniz. Günün enerjisi sizə ətrafınızdakı insanların sözlərinə deyil, onların aurasına və enerjisinə diqqət yetirməyi təklif edir. 28 dekabrda sanki kainat sizinlə işarələr vasitəsilə danışır. Qarşınıza çıxan təsadüfi bir mahnı, bir kitab səhifəsi və ya gördüyünüz maraqlı yuxu sizin suallarınıza cavab ola bilər. Kainat bugün sizə məntiqlə izah olunmayan hadisələrə qapı açmağı və daxili səsinizin pıçıldadığı həqiqətləri qəbul etməyi tövsiyə edir. Sizin üçün bugün mövcud olmaq, hərəkət etməkdən daha önəmlidir. Daxili dünyanızda baş verən bu mənəvi təmizlənmə ilin son günlərində ruhunuzu bütün kədərlərdən arındıraraq yeni bir enerjiyə hazırlayacaq. Subay balıqlar üçün, sevgi bugün sizin üçün bir ruh əksi axtarışıdır. Sizin cazibəniz sirli baxışlarınızdan və sonsuz şəfqətinizdən gəlir. Əgər ürəyiniz boşdursa, yaradıcı bir mühitdə, bəlkə bir dəniz kənarında, musiqi məclisində və ya ruhsal bir seminarda dərhal bir bağ qura biləcəyiniz biri ilə rastlaşa bilərsiniz. Siz bugün insandakı xarici parıltıdan çox, ruhdakı dərinliyi axtarırsınız. Platonik eşqlərin və ya keçmişdə yarımçıq qalmış romantik hisslərin yenidən oyanması mümkündür. Unutmayın ki, həqiqi sevgi sizi qurban verməyə deyil, sizi tamamlamağa xidmət etməlidir. Evli və ya münasibəti olan balıqlar üçün münasibətinizdə telepatik anlaşma və sonsuz fədakarlıq ön plana çıxır. Partnyorunuzun heç bir söz demədən nə hiss etdiyini duyacaqsınız. Bugün birgə xəyallar qurmaq, keçmişdəki inciklikləri bir kənara qoyub bir-birinizi bağışlamaq üçün ideal vaxtdır. Sizin sevgi diliniz bugün duyğusal dəstək və romantik sükutdur. Bəzən sadəcə əl-ələ tutub susmaq minlərlə sözdən daha çox şey ifadə edəcək. Kiçik bir xəbərdarlıq, partnyorunuzun emosional yükünü öz üzərinizə götürüb özünüzü yormayın. Sevgini bölüşmək həm də qarşı tərəfin məsuliyyətini ona qaytarmaq deməkdir. Siz bugün sosial dairənizin şəfavericisi və sirdaşı rolundasınız. Dostlarınız sizə ən gizli kədərlərini açmaq üçün müraciət edə bilərlər. 28 dekabrda sizə ehtiyacı olan birinə yardım etmək və ya sadəcə kimsə dinləmək sizi ruhən zənginləşdirəcək. Lakin sosial mühitlərdə emosional süngər olduğunuzu unutmayın, negativ insanlardan uzaq durmağa çalışın, çünki onların əhvalı dərhal sizin enerjinizi aşağı sala bilər. Dostluq münasibətlərində səmimiyyət testindən keçə bilərsiniz. Kiminsə sizdən nəsə gizlətdiyini intuisiyanızla hiss edəcəksiniz. Belə vəziyyətdə qarşı durmaya girmək əvəzinə sükutla müşahidə etmək sizin xeyrinizədir. Axşam saatlarında çox səs-küylü məkanlardansa evdə bir neçə yaxın insanla səmimi, daxili aləminizdən bəhs edən söhbətlər etmək sizə hüzur verəcək. Sizin xeyirxahlığınız bugün ən böyük sosial gücünüzdür. İş həyatında balıqlar bugün yaradıcı ilham pərisi rolundadırlar. Siz rəqəmlər və quru hesabatlar arasında boğulsanız da beyninizin yaradıcı tərəfi fərqli çıxış yolları tapacaq. İncəsənət, psixologiya, dizayn və ya xeyriyyəçilik sahələrində çalışan balıqlar üçün bugün çox məhsuldar və uğurlu ola bilər. Sizin 6-cı hissiniz işdəki problemlərin kökünü tapmaqda sizə kömək edəcək. Karyeranızda vizual və mənəvi layihələrə önəm verin. Əgər bir qərar verməlisinizsə, mütəxəssis rəyindən əvvəl öz daxili səsinizi dinləyin. İş yerində rəqabətdən qaçın, sizin səssizliyin daxilində gizlənən məhsuldarlığınız başqalarının səs-küylü iddialarından daha effektivdir. İş axtaranlar üçün sosial yardımlaşma, müalicə mərkəzləri və ya yaradıcılıq emalatxanaları ilə bağlı maraqlı fürsətlər yarana bilər. Sizin peşəkar uğurunuz bugün başqalarına faydalı olmaq istəyinizlə birbaşa əlaqəlidir. Maliyyə məsələlərində balıqlar bugün bir qədər dağınıq ola bilərlər. Pulun haraya getdiyini izləməkdə çətinlik çəkə bilərsiniz. 28 dekabrda duyğusal alış-verişdən uzaq durun, yəni kədərli və ya çox sevincli olduğunuz üçün lazımsız xərclər etməyin. Lakin xeyriyyə işlərinə pul ayırmaq və ya bir ehtiyacı olana əl tutmaq sizin bərəkətinizi artıracaq. Gözlənilməz bir yerdən, bəlkə də bir hədiyyə və ya köhnə bir sənət işinin qarşılığı kimi kiçik bir məbləğ gələ bilər. Maddi məsələlərdə xəyallara qapılmayın, real imkanlarınızı dəyərləndirin. Əgər bir müqavilə imzalamalısınızsa, detalları diqqətlə oxuyun, çünki bugün diqqətiniz bir qədər yayınıq ola bilər. Sizin üçün pul bugün sadəcə başqalarına yardım etmə sakitləşdirəcək gözəlliklərə çatmaq üçün bir vasitədir. Sağlamlıq cəhətdən bugün ayaq pəncələri və limfa sisteminə diqqət yetirməlisiniz. Ayaqlarınızı dincəltmək və duzlu su vannası etmək sizi inanılmaz dərəcədə rahatladacaq.
Psixoloji olaraq özünüzü dəniz dalğası kimi hiss edə bilərsiniz. Gah çox yüksək, gah da çox alçaq duyğular. Bu dalğalanmaları tənzimləmək üçün meditasiya, dua və ya suyun kənarında vaxt keçirmək lazımdır. Zehni yorğunluqdan qurtulmaq üçün yaradıcılıqla məşğul olun, rəsm çəkin, şeir yazın və ya sadəcə xəyallara dalın. Sizin üçün ən yaxşı terapiya sükutdur. Sinir sisteminizi qorumaq üçün yuxu rejiminə xüsusi önəm verin. Yuxuda gördüyünüz simvollar sizin şuuraltınızın mesajlarıdır. Onları qeyd edin. Özünüzə qarşı şəfqətli olun və bugün dünyanı xilas etmək məsuliyyətini bir kənara qoyun. Günün məsləhəti, hər bir son yeni bir başlanğıcın toxumudur. Bugün bitən hər nə varsa ona təşəkkür et və getməsinə icazə ver. Sənin qəlbin boşaldıqca kainat onu yeni möcüzələrlə dolduracaq. Motivasiya, sən kainatın ən dərin və şəfalı ruhusan. Sənin xəyalların dünyanı daha gözəl bir yerə çevirə biləcək qədər parlaqdır. 28 dekabr sənə xatırladır ki, sən heç vaxt tənha deyilsən, bütün kainat sənin arxandadır. Öz intuisiyana güvən, çünki sən gözlə görülməyəni hiss edə bilirsən. Sən sevgidən yoğrulmuş bir incisən. Bugün öz işığınla ətrafındakı qaranlıqları aydınlatmağa davam et.